sinif ingilis dərs Unit 6, Lesson 1. Gəlin dinləyək. Görürsünüz ki, burada şəkillərdə bədən üzvlərdir. Bugün bədən üzvlərini öyrənirik. Əvvəlcə dinləyək, sonra yeni sözlərimizin yazılışına və oxunuşuna nəzər yetirək. Başlayaq. Dinləmə 44. Track 44. Listen and point. Vocabulary. Eye. Ear. Mouth. Vocabulary. Nose. Teeth. Head. Vocabulary. Aha, dinlədik. Deməli, göz, qulaq, ağız, burun, dodaqlar və baş. Bu sözləri öyrənirik. Bir daha oxuyaq. Eye, ear, mouse, nose, teeth, head, baş, teeth, dişlər, nose, burun, mouse, ağız, ear, qulaq, ear, daha doğrusu ear, göz, ear, qulaq olacaq. İndi isə keçək digər səhifəyə. Təbii ki, nə edirik? Bu sözləri həm yazırıq, həm də tələffüz edirik ki, daha yaxşı yadda qalsın. Aha. Burada yeni ifadələr var. This və də this. This təkdir, yəni yaxınlıqda olan bir şey göstərmək üçün, ifadə eləmək üçün this işlədirik. Ya da this çoxluq olduqda this işlənir. Məsələn, this is my head. Bu mənim başımdır. Başımız haradadır? Bizim yanımızdadır, yəni üstümüzdədir. Ona görə barmaqla göstərir ki, this is my head. Sonra dişlərinizi göstərir ki, these are my teeth. Bunlar mənim dişlərimdir. Burada dinləmə mətni də var, indi dinləyəcəyik. Aha, deməli, these are işlənir o zaman ki, çoxluqdan danışırıq. Is işlənir o zaman ki, orada az, yəni bir şeydən danışılır. Head, başdır, birdir, amma teeth çox olduğu üçün are işlənir. Gəlin dinləmə mətnimizə qulaq asaq. 46. Track 46. Listen and sing. Then act it out. This is me. This is my nose. These are my teeth. This is my head. These are my eyes. These are my ears. Listen. This is my mouth. Hooray! This is my nose. These are my teeth. This is my head. These are my eyes. These are my ears. This is my mouth. Sniff, chomp, blink, listen. Hooray! This is me. Aha, dinləmə mətnimiz bitdi. Track 47. Gəlin bir neyniyək cümlələrin tərcüməsinə baxaq. This is my nose. Sniff.
Cümlələrin sonunda olan, məsələn, chomp, sniff, tap, blink, listen, hoa, bunlar əhval-ruhiyyə bildirən ifadələrdir. Sniff nədir? İyləmək. Yəni burunla neynirik? İyləyirik. This is my nose. Bu mənim burnumdur. There is my teeth. Bunlar mənim dişlərimdir. Chomp chomp. Yəni əlimizlə dişimizə vurub belə tak 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 eləyirik. Onu demək istəyir. This is my head. Tap tap. Başına vurur da, yəni tap tap. Bu mənim başımdır. They are my eyes. Bunlar mənim gözlərimdir. Gözlərinizi açıb bağlayırsınız. Yəni blink blink. There are my ears. Bunlar mənim qulaqlarımdır. Qulağımızla neynirik? Eşidirik. Listen. This is my mouth. Hoğa. Mouth nə idi? Ağız. Ağzımızla neynirik? Danışırıq. Hoğa, hurra, orra mənalarını verir. This is my nose. There is my teeth. Bunlar mənim burnumdur. Bu mənim dişlərimdir. Davam edək. This is my head. Bu mənim başımdır. There are my eyes. Bunlar mənim gözlərimdir. This is my mouth. Bu mənim ağzımdır. Sniff, sniff, chomp, chomp, tamp, tamp. Blink, blink, listen, listen. Hoğa, this is me. This is me. Bu mənəm deməkdir. This is me. Aha, bu dərsimizdə də biz bədən üzvlərini öyrəndik. Bir daha təkrarlayaq. Ay, göz, ear, qulaq, mouse, ağız, nose, burun, teeth, dişlər, head, baş. Gələn dərs görüşənədək. Bye.